Yine de salam. Biz bugün yeni bir mövzuya keçirik. Çetin bir nisbeten mövzudur. Zəngin məhdudlaşdırması mövzusu. Yəni gördüyünüz kimi ekranda hazır bir topologiyadır. Bizdə burada 4 dənə istifadəçi olacaq. Bir deməli bir şey qeyd eləməyim, ümumiyyətlə bundan əvvəl yadımdan çıxdı ki, biz bir telefonda bir neçə istifadəçi xətti qoşa bilərik. Yəni gördüyünüz kimi bu istifadəçi 1-də mən 2 xətt qoşdum. Yəni 2 nömrədir. Bir nömrə user, bir nömrə isə super user. 1000 və 2000 nömrələr. Bunu niyə üçün elədik? Yəni gördüyünüz kimi bu hissədə bizdə bir 3 dənə istifadəçi var. Üstə 3 dənə istifadəçi nömrə. Müxtəlif nömrələrdir. Birinci deməli 911 emergency bir nömrədir. Yəni deyə belə polisin nömrəsi misal üçün 564 və 411 hansısa bir lokal şəbəkənin nömrəsidir. Yəni deyə belə şəhər nömrəsi və hansısa bir mobil nömrə qeyd olunub. Və gördüyünüz kimi 2 dənə Call Manager Express router'ı deməli bunlar arası əlavə konfigurasiya olunub. Yəni biz hal-hazırda götürüb bu birinci istifadəçini götürsək, bundan hər hansı bir nömrəyə zəng edə bilərik. Bu misal üçün emergency zəng. Sonra yığaq 050 378 11 11. Gördüyünüz kimi bu zəng də getdi. Və axırıncı birində misal üçün prob eləyik. User'dan yox, super user'dan zəng eləyik. 564 11 11'ə. Gördüyünüz kimi bu zəng də getdi. Yəni hər bir zənglər işləyir, yəni hal-hazırda. Bizim məqsədimiz indi nədir? Deməli bizim bu sxemə qayıtsaq, adi user olan nömrələr emergency və local number'a zəng edə bilsinlər. Amma mobil şəbəkəyə çıxışları olmasın. Həmin zamanda da super user hər hansı bir nömrəyə zəng edə bilsin. Bunun konfigurasiyasına başlayaq. Call Manager Express 2'də heç bir konfigurasiya olmayacaq. Bütün konfigurasiya Call Manager Express 1'də olacaq. Bunu konfigurasiya etmək üçün bizdə COR, Class of Service, yəni core listlər istifadə olunurlar. Deməli bunlar dial per komandası vasitəsilə konfigurasiya olunur. Dial per core və sonra custom yığmaq lazımdır. Salam. Burada sadəcə olaraq bu call listin adı verilir. Yəni bu class of restriction adı verilir. Bizdə 3 dənə istiqamət var. Emergency, local və mobile. Ona görə adlarını da həmin cür verək. Emergency, local və mobile. Bundan sonra geri core listləri təyin edək. Dial per core list və adını verək. Misal üçün 2 dənə bizdə 2 növ istifadəçi olacaq, cəmi user və super user. Ona görə də core listin adı da istifadəçiyə görə veririk. Dediyim ki, user emergency-yə zəng edə bilər və local şəbəkəyə. Ona görə user listə biz emergency və local-ı əlavə edirik. Super user core list
ve istifadəçilər emergency, local və mobile. Mesela bununla call listənin konfigurasiyası bitdi. İndi isə biz gerək bu call listləri həm iPhone diyənə, həm də ki dial pirlərə təyin edək. Do show run section. Bu komandanın vasitəsilə biz sistemdə mövcud olan iPhone diyənlərin konfigurasiyasına baxırıq. Giririk iPhone diyen 1'e. Yani user'a. Burada core list adı da deməli incoming və outgoing də təyin etməliyik. iPhone tərəfində bu incoming olur. Adı user. iPhone diyen 2 super user. Burada da core list incoming super user. Show run section dial peer. 3 tane dial peer bizde sistemde mevcuttur. ...911, 564 ve 50, 378. Giririk dial peer 911'in konfigurasiyasına. Call list outgoing, yani bu zəng daxilə gedən zəngdir. Outgoing ve adı deməli bu 911 user. Növbəti 564 o IP call list outgoing user ve dial peer voice 050 378 o IP call list outgoing super user. Səfərimizin konfigurasiya bitdi. İndi qaldı test eləmək. Test eləmək üçün keçirik yenə də istifadəçiyə. User xəttini qoşuruq və yığırıq. 911 zəng getdi. Növbəti zəng yenə də getdi. Və axırıncı bir nömrə mobil nömrəsi. Gördüğünüz kimi sistem heç bizə bu nömrəni yığma imkan vermir və zəng gelmir. Yəni user barəsində biz istədiyimizi layiq olduq. Yəni bu emergency və local nömrələrə zəng edə bilir, amma mobil şəbəkəyə çıxışı yoxdur. İndi isə super user adından çalışaq. Səhv yazdım.
Gördüğünüz kimi zəng getdi və sadəcə olaraq arxayın olmaq üçün super user adından ayrı nömrələrə də zəng edirik. Və axırıncı bir zəng 911-ə. Gördüğünüz kimi burada zəng getdi. Ola bilsin kimsə soruşar, biz axı burada Şoram section dial 1 Gördüğünüz kimi biz 564'e və 411'e outgoing call listi user vermişik. Yəni super user verməmişik. Siz soruşa bilərsiniz axı niyə super user bu halda bu nömrələrlə zəng edə bilər? İşindadır ki, super user call list 3 dənə təyinatın hamısını daxildir. Amma user call listdə cəmi 2 təyinat daxildir içinə. Yəni emergency və local şəbəkə. Çox daha yaxşı bu mətni başa düşmək üçün mən sizə tövsiyə edirəm, özünüzdə bir lab qurub daha çətin bir şəraitlə bir eksperiment edəsiniz. İzlədiyinizə görə təşəkkür edirəm.